Atara getsən. Bala biraz işim var, bir daha həll eləyim, onu gəlirəm. Ata o bizim ev üçün yığdığımız pul sunkası deyil. Hə, bala odur. Mən əmin əvəsi yazıb, dağda yazıb ki, ev tikirəm. Aparıram ona verim pulu ki, ev rahat tiksin. Pul istəyir. Ata sən əmin yoxdur axı ümumiyyətlə. Hə, var, SSR vaxtında biraz ailəm qarışıq idi. O bilmək olmaz da kim nədir. Əmin əvəsidir. Mənə deyib, bu telefonumdan bana mesaj yazıb, əmin əvəsi mənə. Yazıb ki, əmin əvəsi. Dağda ev tikirəm, pul lazımdır mənə. Burada da bana kart atıb bala. Bax, görürsən, alın. Ata bu fırıldaqçıdır. De burada kartın kodunu yazıb ki, pul atasın. Sən hara getsin ümumiyyətlə? Mən valla dağ yazıb, Azərbaycanda nə qədər dağ var. Axtaracam, gəzəcəm, piyada tapacam, aparıb verəcəm, 50-50 desəcəm ki, gəl ev tikir mənim əmin əvəsi. Ata bunlar fırıldaqçılardır. Bunlara inanma, qurban olmusa. De ona görə də get kontaktda təzə belə şey çıxıbdı. De get kontaktda girirsən belə. Get kontakta girəndən sonra burada spam yeri var, SMS koruma. De bu SMS korumanı seçəndən sonra, bunu aktivləşdirəndən sonra sənə bir də belə fırıldaqçılar nə vaxt yazanda, həmin belə get kontakt bunu belə mesajları spama salır. Ona görə də inanma belə şeylərə. Hə, eləmi valla? Ha, yəni belə şeylərə inanma ümumiyyətlə ata. Yəni bunlar fırıldaqçılardır. Oho. Yenə getdi bu uzaq qohumlarının yanına.